mən onda sizə deyim, siz baxın görün mən nəyi səhv eləyirəm. Mən səhər dururam adətən ya soyutma yumurta yeyirəm 3 dənə. Sadəcə yumurta. Olur ki, soyutma yumurta, yanında pomidor xiyar, biraz da Holland pendiri. Olur ki, bu yumurtanı yağda eləyirəm. Okay. Amma çalışana qədər çörəksiz, çörəkdən çox az və yaxud da qara, amma covdar çörəyi, mayasız balatı çörək də ola bilər adətən. Çörək məsələsində biraz şeyəm. Amma bu bazar gününə sirayət eləmir. Bazar günü təndir çörəyi yeməliyəm. Bir sual verəcəm. Holland pendiri yediyiniz gün axşam mədəniz şişir? Holland pendiri yox, biz ona baxmamışam, amma günorta ona fikir verin. Baxaram ona. Ona fikir verin. Çünki mədəsində, mədə divarlara həssas olan insanlara ümumiyyətlə Holland pendiri yemək olmaz. Ağır qidadır əslində. Deyil. Onların içində kislatmış var. Belə bir kislata kimi bir şey var. Məxsusi belə bir spesifik bir şey var. Onu iminə Holland pendirinə əlavə edirlər. O da mədəsində problem olan insanların mədəsini qıcıqlandırır. Mədə qıcıqlananda isə o fırlanır, hərlənir. Axşam saatlarında o istər-istəməz şişir. Və insan özü alışdığı yeməklərə normal yanaşdığı üçün bu fikirləşir, nə var ki, pomidordur, xiyardır, pendirdir, Holland pendiridir, məsələn çörəkdir. Mən gün ərzində nəsə yesəm və özümü pis eləsəm, nəyi yedim və niyə pis elədiyimi bilirəm. O qədər filtr eləmişəm ki, bədənimi bu illər ərzində. Əslində yəni bədəniniz nəyi götürür, nəyi götürmür? Hamısını bilirəm. Hamısını bilirəm. Aha. Bəs yaxşı Günay xanım, axşam yeyəndən sonra nə üçün halsız oluruq? İnsulin yüksəlir, qan şəkəri sразу всплеск, qan şəkəri yüksəldiyi üçün şəkər artıq sizi yuxuya götürür, avtonom rejimə düşürsüz. Bədən deyir ki, okey, mən dincəlmək istəyirəm. Çünki rahatdır, yemək yeyibdir, kortizol səviyyəsi düşür, istər-istəməz, okey, mən relaksdayam deyir. Qaçmağa məqsədi yoxdur, dincəlmək istəyir.